Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci il dönümü münasibəti ilə Sumqayıt Muğam Mərkəzində Çingiz Mehdipurun rəhbərliyi ilə Dalğa Aşıqlar qrupunun konserti olub. Sumqayıt şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, hüquq mühafizə orqanlarının, idarə müəssisə və təşkilatlarının rəhbərləri iştirak edib. 1990-cı ildən yaranan Dalğa qrupunun 30 ildən çoxdur ki, səsi sorağı dünyanın hər yerindən gəlir. Bu qrup bütün Avropa ölkələrini, Yaponiyanı, Çini, Türk dövlətlərini gəzib dolaşıb və hər zaman Azərbaycan sazını, sözünü uca tutub. Dalğa qrupu yarandığı gündən dəfələrlə konsertlər verib. Qrup tərəfindən təqdim olunan konsert proqramı iştirakçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb. Musiqili kompozisiyalar tədbirə xüsusi rəng qatıb. Qeyd edək ki, bu kimi tədbirlər ümummilli liderin zəngin irsinin yaşadılması, gənc nəslin milli dəyərlər ruhunda tərbiyə olunması və mədəniyyətə olan marağın artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Tədbirdə çıxış edən Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov qeyd edib ki, Heydər Əliyev müasir Azərbaycanın memarı olmaqla yanaşı, həm də ölkənin mədəni irsinin qorunmasında və inkişafında müstəsna rol oynayıb. Zakir Fərəcov ümummilli lider Heydər Əliyevin Azərbaycan mədəniyyətinə, xüsusilə də mədəniyyət işçilərinə göstərdiyi diqqət və qayğıdan bəhs edib. Bildirilib ki, Ulu Öndərin hakimiyyəti dövründə milli mədəniyyətin inkişafı, incəsənət xadimlərinin dəstəklənməsi və gənc istedadların üzə çıxarılması daim diqqət mərkəzində olub. Bugün bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Şəmsistan Fikrətli, Elbrus İsmailov, Bugün informasiya proqramı üçün.